Hər kəsə bu videoda mövzumuz 7-ci sinif ingilis dilisi, deməli, səhifə 12. Nick və babası haqqında arasında olan dialoqu oxuyun və sonra isə bu testə cavab verir. Gəlin oxuyaq dialoqu. Did you have a dream in your childhood? Nick soruşur. Sənin balaca olanda, uşaqlıqda bir xəyalın, arzun var idimi? Yes, of course I did. Bəli, var idi. I always wanted to study at university, but I couldn't because I had a big family to take care of. Mən həmişə universitetdə təhsil almaq istəyirdim, amma bilirsən ki, bunu edə bilmədim, çünki qayğısına qalamalı olduğum bir böyük ailəm var idi. I think it is never too late to realize your dream. Məncə, öz arzunu gerçəkləşdirmək üçün heç vaxt gec deyil. I'm too old to become a student now. Mən tələbə olmaq üçün həddən artıq qocayam. There is a university for elderly people called University of the Third Age. Deməli, 3-cü yaş dövrünün insanları üçün, yəni yaşlı adamlar üçün universitet var. You can study there. Sən orada təhsil ala bilərsən. That sounds interesting, but I don't think I'm young enough to learn new skills. Maraqlı səslənir, amma düşünmürəm ki, mən yeni bacarıqlar öyrənmək üçün kifayət qədər cavanam. Don't you think I'm too tired to study for exams? Səncə mən imtahanlara hazırlaşmaq üçün çox yorğun deyiləm? Come on, Grandpa. Yaxşı da, baba. I know you are brave enough to start a new chapter in your life. Mən bilirəm ki, sən kifayət qədər cəsursan həyatında yeni səhifə açmağa. Deməli, qrammatikanın mövzusu nədir? To və enough zərflərinin işlənməsidir. To'nun işlənməsi to, üstəgəl, burada özləri yazıblar elə, sifət, üstəgəl, deməli, infinitiv nə deməkdir? Məstər deməkdir. Yəni, işlənəcək to, sonra sifət, sonra isə to'lu məstər, to'lu bafil. Və mənası nədir? To'nun həddən artıq deməkdir. Yəni, lazım olandan çox. Okay. Enough'ın isə işlənməsi sifət gələcək, sonra enough gələcək, kifayət qədər, yəni lazım olan qədər deməkdir. Ondan sonra da yenə to'lu məstər gələcək. Baxın belə. Nümunələrdə daha yaxşı anlamaq olur. Tələbə olmaq üçün həddən artıq qocayam, yəni lazım olduğundan çox qocayam. Burada da deyir ki, I'm young enough to learn new skills. Mən yeni bacarıqlar öyrənmək üçün kifayət qədər cavanam. Yəni, məncə deyiləm kifayət qədər, lazım olan qədər deyil. Aha, read the conversation in task 1 again and find other examples with to and enough. Yenidən oxuyun. Burada ardıcılığı səhv yazıblar. Yəni, belə olur da. Adjective, sonra enough gəlir. Belə olur. Okay, yəni mətnin içində harada siz gördünüz bunları? Onları köçürürsünüz ora. Too late, too old. Aha. Young enough. Too tired, brave enough. Aha. Okay. Birinci tapşırığın da cavabı Grandpa's dream xəyalı. To və ya enough ilə cümlələr tamamlayaq. We need to take a taxi to their house. It is sifətdir. Sifətdən əvvəldirsə to işlənəcək. Are you tall? Sifət sonradırsa enough işlənəcək. He isn't fast. Burada da görürsünüz, sifət gəlib sonra enough. Jim is too, çünki sifətdən əvvəl to olmalıdır. The music is too, yenə
Mark isn't tall, sifət, üstəgəl, enough. Yes. Yenə də to və enough. Help your brother, he's... Aha. O çox deyir, qorxub. He's too frightened. They were... Aha, onlar kifayət qədər yaşları çoxdur ki, siyasəti başa düşsünlər. Sonra the questions were to solve, asked the teachers to help for him. Okay. Gör həddən artıq çətin olub da. Ona görə də yəni lazım olandan çox çətin olduğuna görə müəllimdən kömək istəyib. Too difficult. Yes, yes. The film was to watch till the end. Kifayət qədər darıxdırıcı idi. Yəni kifayət qədər sözü əsasən enough sözü, yəni əsasən müsbət mənalı kontekstlərdə işlənir. Ona görə burada olacaq too boring, yəni həddən artıq sıxıcı idi. Sonra isə my friend Jane is to win the race. Aha, yarışı qazanmaq üçün kifayət qədər cəsurdur. Our new neighbor is impolite. Deyir, çox negativdir də. Nəzakətsiz, ədəbsiz. Too impolite. Yəni, uşaqlar nə başa düşürük? Deməli, enough müsbət mənalı cümlələrdə əsasən, to isə negativ mənalı cümlələrdə işlənir. Əsasən. Əsasən amma. Deməli, öz cümlələrinizdən the joke was funny enough. Deyir ki, zarafat çox gülməli idi, kifayət qədər gülməli idi. To laugh, məsələn. At. Mrs. Brown is too sick to clean the house. Evi təmizləmək üçün çox deyir. Nə bilim, to cook, iş görmək üçün to work, to clean the house. Çox yorğun idi, çox xəstə idi. This math problem is enough, çox asandır to solve it. Onu həll eləmək deyir, asandır da. Kifayət qədər asandır. Yəni, öhdəsinə gəlmək olur. This room is too noisy. I'm sorry. It's too noisy to study. Yəni ki, həddən artıq səs-küylüdür ki, içində orada öyrənəsən, oxuyasan. They are brave enough. Onlar kifayət qədər cəsurdur to win the game. Oyunda qalib olmaq üçün. You shouldn't be too worried. Həddən artıq çox narahat olmalı deyilsən. You shouldn't be too worried to pass the exam. İmtihana keçməyə görə çox da narahat olmalı deyilsən. Məsələn, sən çox savadlısan, belə bir şey yaza bilərsiniz. Look at the pictures of elderly people and young people at university. Bax deyir bunlara, yaşlı və cavan adamlara. Use to and enough and talk about the differences and similarities between studying at young and old ages. Bu sinifdə olan bir tapşırıqdır. Yəqin ki, müəlliminiz onu evə verməz. Look at the picture of Agora School in the Netherlands and discuss the questions below. Agora məktəbinə bax, deyir Niderlandda. Və bəli, gəlin dinləyək. Track
4. Agora started in 2014 with 30 students, but now there are about Deyir ki, Agora məktəbi 2014-cü ildə başlayıb. 250 students in this school, and the school building 250 tələbə var idi. Yoxsa var dedi. looks enormous. Every year, Deyir, çox böyükdür. more and more young people want to study at this school. Hər il daha çox insan burada təhsil almaq istəyir. Students aged from 12 to 18 study here. Burada 12 yaşdan 18 yaşa kimi təhsil alırlar. They decide what they want to learn by themselves. Onlar özləri deməli qərar verirlər ki, onlar nə öyrənmək istəyirlər. Baxaq. Track 18 study here. They decide what they want to learn by themselves. They can learn about the topics and things they are interested in, and that's why Onlar özlərinə maraqlı olan mövzuları öyrənə bilirlər. they all feel delighted. Ona görə də hamısı sevincli olur. Here, students call their teachers coaches. Burada şagirdlər müəllimlərinə coach deyə çağırırlar. Artıq bu söz bizlərə işlənir, coach. Coaches help them discover new things. Və bu koçlar onlara yeni şeylər kəşf etməyə kömək edir. Students at Agora are free enough to get knowledge, think, or play different games and have fun. Buradakı uşaqların kifayət qədər vaxtı olur ki, yeni şeylər öyrənsinlər, düşünsünlər, əylənsinlər. Every morning, they spend a few minutes making their plans for the day. Hər səhər onlar bir neçə dəqiqə vaxt ayırırlar ki, günün planını keçirsinlər, deməli planını qursunlar ki, necə günlərini keçirəcəklər. Then they have project time. Sonra isə layihə vaxtı olur. Some students sit at their desks, and some Bəzi şagirdlər öz partalarında əyləşir. others are in the kitchen or computer room. Bəziləri mətbəxdə və ya kompüter After lunch, otağında olur. they have quiet time. Deməli, nahardan sonra onların sakit vaxtı gəlir çıxır. Students think or read during this time. Uşaqlar bu vaxt ərzində ya düşünürlər, ya da kitab oxurlar. Then they have more project or group work until the end of the day. Sonra isə günün sonuna yaxın, sonuna qədər onlar layihə vaxtı keçirirlər. Daha çox. It may sound too strange to you, but this is all about the Agora School. Bu sənə deyir qəribə gələ bilər, amma bu Agora məktəbi haqqında olan bütün məlumatlardır. Morning, they spend a few minutes making their plans for the day. Və bəli, ne deyir ki, listen to talk about Agora School and answer the question. Dinlə, deyir və suala cavab ver. What makes this school special? Bu məktəbi special eləyən nədir? Onun nadir öyrənmə sistemi. Bəli. Listen again and complete the sentences. The school started in 2014 dedi, 2014. The number of students at Agora is 250 dedi. And age groups at Agora are from 12 to 18. 18 yaşa kimi dedi. The students make plans. Plan kururlar in the morning. During quiet time, sakit vaxtda students think or read. Ya düşünürlər, ya oxuyurlar. Think or read. Baxaq. Deyir ki, bax gör, bunları hər biri nə iş görürlər bu şəkillərdə. Bunlar hamısı məktəbdə şifahi edilən, qrup halında edilən tapşırıqlardır. Bu da məktəb tapşırığıdır. Writing tips, yazı ipuçları. Use and to connect two ideas, sentences. My school is big and beautiful. İki fikri birləşdirmək üçün and-dən istifadə et. Bunlar bağlayıcılardır uşaqlar. Deməli, tabeli və ya tabelsiz mürəkkəb cümlələri bir-birinə bağlayan bağlayıcılardır. Use but to show contrast.
But'tan istifadə et. Əgər ziddiyyəti göstərmək istəyirsən, put a comma before but. But'dan əvvəl vergül qoy və uşaqlar bunu da bilin ki, akademik yazılarda, yəni buraxılış imtahanında filan belə yazı yazanda heç vaxt but ilə başlayan cümlə yazmayın. Bu qeyri-professional olan bir yazıdır. Aha, use because to explain why we do something. Because çünki deməkdir. Deyir ki, biz nəyi nəyə görə etdiyimizi demək üçün, yəni çünki yerinə because istifadə edin. I'm happy because all my grades are good. Mənim bütün qiymətlərim yaxşı olduğuna görə xoşbəxtəm. Use so to show result. Nəticəni göstərmək üçün sonra istifadə et. Put a comma before so if you are connected to sentences. İki cümləni birləşdirirsinizsə, so'dan əvvəl vergül qoyun. And joins two or more similar things in affirmative sentences. And deməli təsdiq cümlələrdə iki və ya daha artıq şeyi birləşdirir. Or connects two or more similar things in negative sentences. Or isə inkar cümlələrdə bir neçə şeyi birləşdirir. Or connects two or more choices or alternatives. Or həm də seçimləri göstərmək üçün istifadə edilir. Baxın, nümunələrə baxaq. There are no tests, homework or grades at our school. Deməli, bizim sinifimizdə nədir? Test yoxdur, nə homework yoxdur, nə qiymət yoxdur. Baxın, elə bir ki, bu cümlədə no-nu işlətməsək, burada orun yerinə and işlənəcək. There are tests, homework and olacaq. Amma nə olduğuna görə, inkarlıq olduğuna görə bizə and-i or-la əvəz edirik. Baxın, bu cümlə I like math and English. Mən math və ingilis dilini xoşlayıram. Amma xoşlanmadığınızı desəz, burada olsa I don't like, onda math or English olacaq. I don't like. Belə olasıydı. Və or həm də seçim bildirir. Məsələn, I would like to study at a university in Italy, Canada or England. Mən deyir, ya İtaliyada, ya Kanadada, ya da İngiltərədə ki, universitetlərdən birində oxuyamaq istəyərdim. Yəni, onlardan birini seçə bilərəm. Complete the sentences with so and, or, but and because. Cümlələri bunlarla tamamlayaq. Gəlin tamamlayaq. People in my village didn't have money to build a school. Aha, pulları yox idi məktəb tiksinmə. Ona görə də, yəni so. So ona görə də deməkdir. At the beginning of the year, it was difficult for the students to use smart boards. İlin əvvəlində, adətən belə at the beginning filan, bu cür cümlələrdə adətən uzun cümlələrdə belə ki, but olur. Amma indi deyir ki, onlar smartboardda işləyə bilirlər. The school director was delighted. Sevincliydi. We won because we won the first place award. Are there any boat? Deməli, sual cümləsi deyir ki, qayıq və ya mağara məktəbləri varmı sizin məktəbdə və ya ölkədə? We use at the beginning of the story. Deyir ki, cümlənin əvvəlində, hekayənin əvvəlində nə işlədirik? Biz işlədirik first. Biri əvvəla, ilk öncə, biz deyirik Azərbaycan, ilk öncə. Aha. We use at the end, finally. Nəhayət, finally işlədirik hekayənin sonunda. Deməli, nədir bu? Thank you, Mr. Falker by Patricia Polacco. Aha, görək nədir? Meet the author, müəllifi tanıyın, Patricia Polacco. Patricia Polacco is a famous American author and illustrator of children's books. Patricia Polacco uşaqlar üçün kitabların məşhur Amerikalı yazıcısı və illüstratorudur. She was born in Michigan, the USA in 1944. O
1944-cü ildə ABŞ-ın Michigan ştatında anadan olub. Patricia Polacco wrote and illustrated her first book at the age of 41. Patricia Polacco ilk kitabını yazıb şəkilləndirəndə 41 yaş var idi. Her books are popular around the world. Onun kitabları dünyada məşhurdur. She has a lot of awards for her books. Onun kitablarına görə çoxlu mükafatlar var. Yəni kitablara görə çoxlu mükafatlar qazanıb. Thank you, Mr. Falker. Təşəkkür edirəm, Mr. Falker. By Patricia Polacco. Okay, baxaq. Trisha, the little girl in the family, grew up loving books. Trisha, ailədəki balaca qız, kitabları sevərək böyüdü. Her mother read to her every night. Onun anası ona hər gecə kitab oxuyurdu. Her brother brought his books home from school and read them to Trisha. Qardaşı məktəbdən öz kitablarını gətirirdi və onları Trisha'ya oxuyurdu. She often visited her grandparents and they also read interesting stories to her. O həm də nənə babası gilə gedirdi və onlar da ona maraqlı hekayələr oxuyurdu. At the age of 5, she went to kindergarten. 5 yaş olanda o bağçaya getdi. Most of all, she wanted to read. Hər şeydən çox o oxumaq istəyirdi. Some of the kids in her class began to read. Onun sinifindəki bəzi uşaqlar oxumağa başlamışdı. But not Trisha, amma Trisha yox. Still, she loved being there because she could draw. O hələ də orada olmağı sevirdi çünki o şəkil çəkməyi bacarırdı. The other kids enjoyed looking at her drawings. Və digər uşaqlar onun şəkillərinə baxmaqdan zövq alırdı. In the first grade, you learn to read, her brother said. Birinci sinifdə sən oxumağı öyrənəcəksən, qardaşı dedi. In the first grade, Trisha sat in a circle with the other kids. Və birinci sinifdə Trisha digər uşaqlarla bir dairədə oturdu. The other kids could read the letters and then the words. Digər uşaqlar birinci hərfləri, sonra da sözləri oxuya bilirdilər. But Trisha saw only circles on the pages. Ancaq Trisha səhifələrdə ancaq dairələri görürdü. She couldn't read. O oxuya bilmirdi. Sometimes her teacher moved on to the next person and sometimes she helped her with every single word. Bəzən müəlliməsi yanındakı şəxsə yaxınlaşırdı və bəzən də ona ən kiçik sözlərdə, ən tək sözdə, hər sözdə belə kömək edirdi. Months passed, aylar ötdü. Everyone in Trisha's class could read well, but Trisha couldn't. Trisha'nın sinifində hər kəs yaxşı oxuya bilirdi, amma Trisha yox. She began to feel different. Fərqli hiss etməyə başladı. She began to feel stupid. O özünü axmaq hesab etməyə başladı. Reading was very difficult for Trisha. Oxumaq Trisha üçün çox çətin idi. And numbers were the hardest thing of all three. Və rəqəmlər oxumaq üçün hər şeydən ən çətin idi. She never added anything right. O heç nəyi düzgün əlavə edə bilmirdi. Then one day her mother got a job in another city. Və bir gün onun anası başqa bir şəhərdə işə qəbul olur. First, the little girl didn't want to go there. Əvvəlcə balaca qız ora getmək istəmirdi. Then she said to herself, o sonra öz-özünə dedi, the teachers and kids in my new school don't know how stupid I am. Mənim yeni məktəbimdəki müəllimlər və şagirdlər mənim necə axmaq olduğumu bilmirlər. So I can have a better life there. Və mənim orada daha rahat həyatım olar. She, her mother and brother moved across the country. Və onlar həmin yerə köçdülər. It took them 5 days to get to a new place.
yeni yerə çatmaq, yeni ünvana çatmaq onların 5 gün vaxtını apardı. But at the new school it was the same. Amma yeni məktəbdə də eyni cür idi. She tried to read, but she couldn't. Oxumaq istəyirdi, amma bacarmırdı. The cat ran. She was reading like a baby in the 3rd grade. O, 3-cü sinifdə oxuyan bəbək kimi, bir körpə kimi oxuyurdu. She was also very bad at math. O, riyaziyyatda da çox pis idi. She gave the wrong number every time. Hər dəfə də pis rəqəm deyir, səhv rəqəm deyirdi. Hey, stupid, a boy shouted on the playground. Hey, axmaq. Deməli, oyun meydançasındakı oğlan ona səslənərək qışqırdı. Why are you so stupid? Sən niyə belə axmaqsan? Other kids stood near him and laughed. Digər uşaqlar da oğlanın yanında dayanmışdı və güldülər. Trisha felt very bad and started crying. Trisha özünü çox pis hiss elədi və ağlamağa başladı. Trisha didn't want to go to school. Trisha məktəbə getmək istəmirdi. I have a sore throat, she often said to her mother. Mənim boğazım ağrıyır, o tez-tez anasına deməyə başladı. Or, I have a stomachache. Və ya mənim qarnım ağrıyır, mədəm ağrıyır. She dreamed more and more and she drew more and more. O daha çox xəyal qurmağa başladı və daha çox şəkil çəkməyə başladı. Trisha started the 5th grade. Trisha 5-ci sinifə başladı. There was a new teacher called Mr. Falker və orada yeni bir müəllim var idi, cənab Falker. He was tall and elegant. O hündür və elegant idi. Once Mr. Falker saw Trisha's painting. Bir gün Mr. Falker Trisha'nın çəkdiyi rəsmi gördü. He said, dedi, this is brilliant. Bu möhtəşəmdir. Do you know how talented you are? Sən bilirsənmi necə istedadlısan? The next day, Trisha stood up and read. Və növbəti gün Trisha ayağa qalxdı və oxudu. The kids began to laugh loudly. Uşaqlar bərkdən gülməyə başladılar. Mr. Falker said, cənab Falker dedi, stop. Are all of you so perfect that you can look at another person and find a mistake? Siz özünüz hamınız belə mükəmməlsiniz ki, siz başqa bir şəxsə baxıb gülüb, başqa bir şəxsə baxıb onda səhv tapa bilirsiniz. That was the last day anyone laughed at Trisha. Bu başqalarının Trisha'ya güldüyü sonuncu gün idi. Now only Eric made fun of her. İndi yalnız Eric deməli onunla məzələnirdi, onu ələ salırdı. Trisha didn't know why. Trisha bilmirdi nəyə görə. He waited for her by the door of the classroom and pulled her hair. O, deməli, sinifin qapısının yanında onu gözlədi və onun saçını dartdı. Trisha was afraid of him and always felt scared and alone. Trisha ondan qorxurdu və həmişə özünü qorxmuş və yalnız hiss edirdi. Okay. Aha, deyir ki, look at the pictures and şəkillərə baxın və düzgün deməli sıralama ilə düzün. Gəlin, baxaq. Bu şəkil hissə çox asandır. Bunu özünüz eləyərsiniz. Mən suallara cavabı kömək eləyim sizə. Suallara cavab verin. What was hard for Trisha at school? Trisha'ya məktəbdə çətin olan nə idi? She couldn't. Oxuya bilmirdi. She couldn't read. What did Trisha see on the pages? Trisha nə görürdü? She saw only circles.
How did Trisha feel about herself? Özünü necə hiss edirdi? She felt stupid and different. Özünü axmaq və fərqli hesab edirdi. Why didn't she want to go to school? Nəyə görə məktəbə getmək istəmirdi? Because kids laugh at her. Because kids laughed at her. Laughed at her. Why did the children stop laughing at Trisha? Nəyə görə ona daha gülmədilər? Because Mr. Falker told them to stop laughing. Stop laughing at her. Və bu videoluq bu qədər uşaqlar. Kanala abunə olub videonu bəyənməyi unutmayın və videoları paylaşın ki, daha çox izləyicilərin köməyinə çatsın. Sağ olun.